Salam əziz, gözəl, dəyərli izləyicilər. Bugün sizə tərəzi bürcünü təqdim edirəm əzizlərim. Bax, sənin bir yolun var. Fincanın içində də çıxır, bax, qırağını da. Bir yolun var, amma bu yolda elə bir birilərimi gözləyir, ya bu yoldan birilərinin xəbəri var. Elə bir ki, o yolu gedib getməmək üzrəsən. Yəni bilsiz necə? Bir tərəfin deyir get, bir tərəfin deyir getmə. Elə bir ki, ortada durmusan. İki hissəni, iki tərəfi də düşünürsən. Yəni bu sənin xarakterində var ki, sən həmişə çox iki tərəfin səsinə qulaq asırsan, amma bir tərəfin səsinə qulaq asaraq bir tərəfin işarəsi ilə gedəcəksən. Sənin bu həftə enerjin güclü ola biləcək. Bu mərkəzdən elə bir, bu həftə mərkəzdən açılırsan, hazır olursan. Seçimin həqiqi düz ola biləcək. Venera sənin planetindir. Bu dövrdə çox xüsusi bir mövqedəsən. Sən həqiqətin arxasınca gedirsən. Gözəllik, cəsarət enerjisi var bu həftə səndə. Bax, itirdiyin bir şey deyərdim, itirdiyin bir fürsətmi, malmı? Bir zərər gördün, acı çəkdin. Bir şeyləri geri döndərə bilmədiklərini düşünürsən və ya gedənlər var ki, səndən yəni küsüb getmiş, arxasını çevirib getmiş, geri dönüşləri ola bilər. Bollu, bərəkətli xəbərlər ola biləcək sənə. Çox gözlədin, ümid edirsən, gözəl günləri ümidini, yəni içərindən ümidlər keçirirsən. Biriləri sənin haqqına girə bilər. 6-cı hissin çox güclüdür, çox açıqdır. Həyatda təkmi buraxıldın. Vaxtında səni buraxdılar, çətin vaxtda buraxdılar, amma indi zamanla yanına, ətrafa gəlirlər. Yeni işə başlaya bilərsən, güclü şans əldə edə biləcəksən, rəsmi işlərin ola biləcək, bir şeylər uzandı. Yara mı oldu, zərər mi çəkdin, incikliklər mi yaşadın? Bəzi səhvlərin oldu həyatda, o səhvləri artıq etməyəcəm deyirsən. Bu avqust ayı ədalətli aydır sənin üçün. Bəzən önünü görə bilmədin, enişlər, çıxışlar yaşadın. Düşdüyün yerdən, yıxıldığın yerdən qalxmağı da öyrəndin əzizim. Gəlinliklə içəri girdiyin zamandan bax, bir qadının sıxıntısı var. Heç kimə heç nə bildirmir. İkiləmləri var. İki arada bir dərədə qalır bəzən. Çox əziyyətlər keçdi, haqqına girdilər. Maddiyyat xəbəri gözləyirsiniz, haqqını ala bilməmsən, mirasla bəlkə də zamanı gəlmiş, gözləmədən bir sənə yəni bir sevinc ola biləcək, özünü huzurlu hiss etmirsən, bəzən üzərinə çox gəlmə olur, amma fərəhlik istəyirsən, rahatlıq istəyirsən. Üçüncü şəxslərin müdaxiləsi var. Acıları içində çəkdin, amma güclənəcəksən, addım atacaqsan. Gözəlliklər səninlə ola biləcək. 16-sı, 26-sına biraz diqqət et. İçində bəzi insanlara qarşı intiqam bəlkə də içində var, amma boşa verirsən, amma sənin düşməninin içində yəni intiqam hissi var. Amma sənin o düşmənin sağlıq problemi yaşayacaq, bunu eşidəcəksən. Bəzi karma enerjiləri sənə təsir edir. Ulduzun biraz düşükdür əzizim. Qul haqqı yedilər, amma onu qusacaqlar, inanın. Birisi ilə xəbər gözləyirsən, o xəbər gələcək, mücadilə edirsən. Bir ayrılıq mı oldu, yarım qalan işlərin mi oldu, peşmançılıq ortada var əzizim, diqqət çəkəcəksən bu həftə. Çalış, özünə güvən, sosial mediada diqqət çəkəcəksən, keçmiş sevgilinmi, istədiyinmi, səninlə yenədən davam etmək istəyəcək. Bu insanlar sən onları gözlədiyini düşünürlər. Amma sənin fəqət artıq fərqli bir həyata yönəldiyin var. Daha da güclü görünəcəksən. Yeni insanlarla tanış ola biləcəksən. Sən çox şey fərq edəcəksən. Ortaya çıxa bilən şeylər ola biləcək. Ortaqlığın varsa və ya ortaqlığından səndən maraqlananlar ola bilər. 17-sində yəni elə bir 17-sinə qədər bəlkə də səndə sosial bir duyğusal bir hərəkətlənmə ola biləcək, qərarsızlıq var. Sevgidə cavabdehliklərdən qaçmaq bəzən istəyirsən. Səndən üzr istəyən ola biləcək. Saqqallı biriləri xəbər gələcək, ondan bir şeyi tezləşdirmək istəyəcəksən. Ürəyini dinlə. Məntiqlə ikiləmdə qalırsan.
Ürəyin elə bir iki yerə ayrılmış kimidir. Dəqiq söhbətlər edəcəksən. Bir şeylər səni artıq yorur əzizim. Dəqiqlik istəyirsən. Bu avqust ayında hər bir şeyi düzənə qoymaq istəyəcəksən. Başarıqlısan, hərəkət edirsən, 3 nəfər baş-başa verib öz təcrübələrinlə irəliyə doğru addım atacaqsan. İ hərfi biriləri yüksəlişi ola bilər. Bir şeyləri kəsib atacaqsan. İş həyatında fəaliyyətə keçəcəksən. Adında N, U, R hərfi həyatına müdaxilə edə bilər. Sinir, öfkəli ola bilərsən. 3 nəfərlə mübahisə də ola bilər. Mübahisəyə girişmə bu həftə. Elə bir bəzi şeyləri rədd edin. İnsanlar arasında, yaxınlarının arasında qırğınlıqlar var. Gözlədiyin bir kağızmı, sənətmi əlvə gələcək. Qaçırdığın fürsət yenidən gələ bilər sənə. Bir qadın, bir kişinin sıxıntıları içində bir köçmən ola biləcək. Maddi, mənəvi sıxıntıdan qutaracaqsan. Yarım qalan işləri dəqiqləşdirəcəksən. Bir neçə ay dəqiqləşdirmək üçün hərəkətdə olacaqsan. Atdığın addım dəqiqliklə. Yəni iş yoldaşlarından və ya ətrafında çevrəndə olan insanlar ikiləmlər yaradırlar sizdə, negativlər gözlər üzərinizdə, şeytan üzlü insanlar var. İçdən içə sənə qısqananlar var. F hərfi, T hərfi paxıllıqlar var. Sənin dərdini biriləri dinləyəcək. Amma dinləyir dərdi, amma arxa tərəfdə tülkü kimidir. Səndən bu həftə sorğu suallar edə bilərlər, söz soruşanlar ola bilər. Nə əkmisənsə toxumları yığacaqsan, iç səsini dinlə. Kimsəyə bəzən öz dərdini açmırsan, peşmançılıqlar var. Sənə vəd vermişlər, amma vədlərinin üzərində durmamışlar əzizim. Sən seçməyi çox bacarırsan. Çünki hər seçim digər tərəfin itirməsi deməkdir, bilirsən bunu. Amma bu həftə öyrəndin ki, seçmək itirmək deyil, seçmək sahib olmaqdır əzizim. Həftə boyunca enerjin intensivdir. Bazar ertəsi bir narahatçılıq ola bilər. Aydın deyil nəsə burada çıxır, amma çərşənbə axşamı narahatçılıq bir forma alacaq, aydınlaşacaq. Cümə günü bir seçim vaxtıdır. O seçim bu həftənin ən güclü anları ola biləcək əzizim. Sanki bu həftə sən tərəzilər üçün baş verəcək şey, yəni səni biraz titrədə bilər. Uzun zamandır bir şeylər var ki, onu bilirdin, düşünürdün. Amma bu aralar çox şeylər öyrənə bilərsən əzizim. Elə bir ki, biriləri sənə sual verə bilər, sən diplomatik cavab verəcəksən. Çox vaxt sən tərəzi elə bir bəzi bu sualları, hər verdiyin sualların gözəldir elə bir. Cavabların da gözəl olur sənin. Mükəmməl cavab lazım deyil, həqiqi cavablar axtarırsan sən. Sənə qarşı intriq aparanlar ola bilər, dedikodular ola bilər bu həftə, biraz ona diqqət et. Doğru yerdə, doğru vaxtda olacaqsan əzizim. Bir şeylər eşidəndə müdafiəyə keçmə. Yəni, bax ki, sənə qarşı çıxan, sənə qarşı danışılan sözlərə fikir ver əzizim, nədir, nə deyil. İş həyatında uzun zamandır sürüncəmədə olan bir şeylər sonun tapacaq. Sən onsuz sonu həll etmək üçün hazırlaşırsan, düşünürsən, düzdür, bəzi şeyləri gecikdirə bilirsən. Bir qərar iş yerində, bir seçim bu həftə sənin qarşında olacaq. Hər iki variantı artıq bilirsən, hər ikisinin üstünlüklərini, yəni çatışmazlıqlarını da bilirsən, ölçməyi də bacarırsan, dayanmağı da bacarırsan, harada hərəkət etməyi də bacarırsan, əziz tərəzi. Doğru qərarlar verəcəksən. Özünü kimlər üçünsə qurban roluna düşmə. Bir kişi qara-qara düşünür, elə bir ürəyi bir neçə yerə bölünmüş kimidir. Amma gözəl tərəzi, gözəl bərəkətlər gələcək. O rozunu Allah sənə yazıbsa gələcək. Biraz səbirli ol yine, amma 17-sinə diqqət et. Bir hamilə xəbəri də gəlir, sevinəcəksən. Gözəl bir şeyi qeyd etmələr ola biləcək. Qonaqların ola bilər, amma xəbərsiz gələ bilərlər. Bəzən istəmədiyin insanlarla məcbur altında danışırsan, aydınlıqlar ola biləcək. Orta yol tapmaq üçün 3 nəfərlə, yəni 3 nəfərlə o yola çıxırsan və ya o söhbəti apara biləcəksən. Sənə tərəf bəzi şeylər danışılaraq əsəbləşə bilərsən.
bir uşağı sevindirəcəksən, ya bir xəstəyə əl tutacaqsan, bir xeyirxah işlər eləyəcəksən əzizim. Amma bu xeyirxah işlər sənə geri gələcək. Artıqlamasıyla geri gələcək. Ya qardaşındır, ya ortaqlığın ola bilər. Bir qırğınlığın var, ədalətsizliklər var, üzləşmələr var. Hər kəsin maskası düşəcək sənin qarşında. Bolluq gəlir, sağlam, bax tərəzi, sənin sağlam düşmənin var. Mənəvi problemlər yaşadın, zərərlərə uğradın. Sən bir işin var, bəlkə də bir dükanın var, bir yer var. Onu bağlayıb yeni bir iş açmaq istəyəcəksənmi və ya bir ofis açmaq istəyəcəksən. Səndən borc istəyə bilərlər, sənə zamin durmaq istəyə bilərlər. Nə bayda riskə girmə bu həftədə, bunlardan biraz kənar ol günən. Dost, düşmən və ayır dilə çalış. Negativ edənlərə diqqət et. Bir kişi, bir qadın düşmənin var. İlgiyə çox ehtiyacın var. Diplomatiya qabiliyyətin var. Sən biriləri orada mübahisə edirsə, sən araya girirsənsə, ya işdə, ya ailədə, həqiqətən orada bir sakitçilik olur. Əlində bax, xeyir var, kiməsə nəsə pul verirsən, nə edirsən, o adam artmağa başlayır. Və ya hansı bir dükana gedirsənsə, müştəri bir dənədir, müştərilər çoxalır. Var, bəzilərimizin arasında, necə sizə deyim, belə görücülük kimimi, hiss etmə qabiliyyətiniz mi güclüdür, ilahidən bir qoruculuğunuz da var, əzizim, qorunursunuz. Maddi baxımdan bu həftə kiçik gözlənilməz bir gəlir də gələ biləcək. İstetik əməliyyat etmək, özünü dəyişdirmək, vida mindirmək, başqa bir şey ürəyinizdən keçirsə, sentyabr ayından etsəniz çox yaxşı ola bilər. Mükəmməl bir harmoniya axtarırsan, hər şeyi yerində olmağını istəyirsən. Düzdür, həyatın çatlaqsız deyil. Həyatında çox çatışmayan bəzi şeylər də var elə bir. Qarşı tərəflə ikinizdə də deyiləsi sözlər var, amma deyə bilmirsiniz. İkiniz də bir şeyə hazırlaşırsınız elə bir. Hər şeyi ölçüb biçirsən, tərəzi ki tərəzi, yəni ölçüb biçməmiş addımlar atmırsan, cəsarətli olacaqsan. Çərşənbə axşamı ya cümə axşamı bir tanışlığın mümkündür. Həmin insan sənə həqiqi, dərin, ölçülü görünəcək elə bir. Bu həftə ədalətli olacaqsan, başqasına qarşı da ədalətli olacaqsan əzizim. Övladın varsa övladınlarla vaxt keçirəcəksən, planlar quracaqsan, valideyninlə bir valideynin biri sənin qərarına ya seçiminə bir söz deyə bilər, sənə bu təsir edə bilər. Amma tən tərəzi harmoniyanı pozmaq kimi görürsən və qaçmaq istəyəcəksən. Yəni söhbətlərdən qaçma əzizim. Mövqeyini tutursan, o mövqeyi ilə gedirsən. Yəni düzdür, ona buna qulaq asırsan, amma bəzən öz bildiyi edirsən. Evli olanlar elə bir gözləntiləriniz var, bir xəbər gözləyirsiniz, bir sənət işlərinizi həll edəcəksiniz. Bu həftə nə söyləyirsənsə tərəzi, açıq söylə, içində saxlama. Çünki yığıb birdən partlaya bilərsən. Sənin dürüstlüyün ilham verir əzizim. Bu həftə sınağın ola biləcək. Biriləri səndən elə bir istifadə etmək istəyəcək, bunu hiss edəcəksən. Yeni tanışlıqlar, sosial mediada çalışqınən bu həftə paylaşmalar az etkinən, yəni öz sirləri açıb söyləmə. Qonşular arasında sənin arxanca biraz dedikodu edəcəklər, səndən qeybət eləyə bilərlər, ayaq, diz ağrılarına, boyun, boğaz, ondan sonra boğazda da boyun ağrı, baş ağrılarına fikir verginən. Yəni ki, övladının bir seçimi ola bilər, onu bir dost kimi dinləginən əzizim. Yeniyetmə uşaqların varsa da onların içində bir ədalətsizlik hiss eləyə bilərsən, amma dinləginən, mühakimə etmə, sonra birlikdə düşünün ginə. Yəni uşağı özvə dostdur, yəni özü uşağa qarşı dost etginən əzizim. Biraz övladından da inciyə bilərsən, övladın varsa biraz onun sözləri sənə təsir eləyə bilər. Tez küsəyənsən, küsürsən, inciyirsən bəziləriniz. Qəlbivə tez toxunur, amma yenə də özün ölçüb biçib bir qərara gəlirsən, yəni anlayırsan, tez anlayırsan ki, yəni bəlkə də pis mənanla deməyib mənə. Yenə deyirəm, qonşuluqda sənə qibtə eləyən, paxıllıq eləyən bir-iki nəfər var əzizim. Onlar elə bir sənə paxıllıq eləyir, qabağa getməyi qətiyyən istəmir. Həyat yoldaşının maşını varsa, maşınla əlaqəli problemlər yaşaya bilər. Biraz diqqətli olsun, uzaq yola çıxırsa biraz diqqət etsin, maşın üstünə xərcləriniz ola biləcək. Bir də sən özün yol hərəkətlərindən biraz diqqət et. Bəzilinizin ayağında, ayaq dabanında şpordur, nədir bilmirəm. Bax, ayağın dabanında, ayaq altında ağrılar, sancılar var.
Yəni bilmirsiniz neyniyəsiz. Bəzi yerlərinizdə ağrılar ola bilər, mədə altı problemləriniz ola bilər. Həkimə müraciət edin. O qədər incə, gözəl, zərif insansınız ki, əliniz açıq, ürəyiniz təmiz. Çox vaxt dost düşməni ayrılaya bilmirsiniz. Artıq bu həftədən xeyir deməyi öyrənənlər oldu. Artıq mən həmin tərəzi deyiləm, mən həmin insan deyiləm. Artıq mən başqa cürəm. Yəni özünüzə güvənərək artıq başqa addımlar atacaqsınız. Diqqətinizə görə var olun, sağ olun.